Suraxanı rayonu Yeni Günəşli AB massivi Noçiyev küçəsində qanunsuz tikinti işləri aparılır. Yeni tikilən obyektdə aparılan qanunsuz tikinti işləri artıq uzun müddətdir ki, davam edir. Paytaxtın mərkəzindən kənarda bugün ən çox qanunsuz və tikinti normaları nəzərə alınmadan tikintilər aparılır. Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də deyəsən gücü çatmır. Aparılan araşdırma zamanı bəlli olur ki, sözgedən tikinti işlərinin aparılmasına dair aidiyyatı dövlət qurumlarının heç birindən lazımi icazə verici sənədlər alınmayıb. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün qurumlardan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Bu nəhəng obyektin tikintisi ilə bağlı heç bir rəsmi qurumdan açıqlama ala bilmədik. İnanırıq ki, müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikinti ilə bağlı tədbirlər görüləcək. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.